Salam əziz ikincilər, bugünkü dərsimiz müsahibədir. Çox maraqlı bir dərsimiz var. Uşaqlar, diqqətlə baxaq. Yəqin ki, siz öz yoldaşlarınızdan müsahibə almaq fikrinizdə olmusunuz. Bəs müsahibə alarkən biz hansı suallardan istifadə etməliyik? Şəklə baxaq uşaqlar. Elə təsəvvür edin ki, siz də müsahibə alırsınız və qarşınızda bir müsahib var. Yurdundan uzun illər ayrı düşən kimləri tanıyırsınız uşaqlar? Bəlkə onlardan müsahibə alaq. Özünüzü təqdim edin deyə başlayacaqsınız. İşğaldan azad olunmuş hansı bölgədənsiz? Bu suala müraciət edə bilərsiniz. Necə oldu ki, doğma yurdunuzu tərk etdiniz? Yəqin ki, onların kədər hissi ilə danışacağı hadisələr var və siz həmin hadisələri də genişləndirib suallarınızı davamlı şəkildə verə biləcəksiniz. Növbəti sualı belə qura bilərsiniz. Yurdunuzla bağlı hansı xatirələriniz var? Yəqin ki, onlar uşaqlıq illərini xatırlayacaqlar. Daha sonra yaxınlarınızdan kimlər döyüşdə iştirak edirdi? Yenə də böyük bir qürur hissi ilə, əgər şəhid olan döyüşçülər varsa, kədər hissi ilə yada salacaqlar. Növbəti sualımız, kəndinizlə, evinizlə bağlı hansı yeni xəbərləriniz var? Bəlkə onların evləri də artıq tikilib, onların yolunu gözləyir. Onlar sizə öz söhbətlərində evlərinin əvvəlki və indiki vaxtından danışa bilərlər. Növbəti sualımız, işğaldan azad olunmuş yurdunuzla bağlı hansı planlarınız var? Bəlkə də artıq sizin dostlarınızdan Qarabağa köçmüşlər var və siz səbirsizliklə onları gözləyirsiniz ki, bax bu cür müsahibə alasınız. Sağ olun əziz dostlar, gələn dərsimizə qədər.